Salam əziz tələbələr, 2026-27-ci tədris ili üçün magistratura hazırlıqlarına qeydiyyatımız artıq başlamışdır. Tədris mərkəzimizə yaxınlaşaraq qeydiyyatdan keçə bilərik. Salam müəllim. Salam. Müəllim, burada bir məntiq var, bunu bir başa salmaq lazımdır. Baxın, maraqlı sualdır. Mən izahını çəkib sizə göndərəcəm. Oldu müəllim. Buyurun. Əziz tələbələr, belə bir sualın izahına baxırıq. Gəlin görək nə deyir bizə. Gördüyünüz kimi fiqur ardıcıllıqları mövzusuna aid olan sual tapşırılır. Birinci şəkildə fikir verirsinizsə 6 ədəd A hərfi verib, növbəti şəkildə də bu qədərdir. Yəni biz başa düşürük ki, artıq bu sayla bağlı bir şey deyil. Bu tipli testlər əksər testlərində fırlanma və yaxud da ki, yer dəyişmə ilə əlaqəli olur. Gördüyünüz kimi sol tərəfdə 4 dənə A hərfi veriblər, sağ tərəfdə 2'sini veriblər və onları birləşdirdiyimiz zaman təsəvvür edin ki, bir smaylik alırıq burada. İkincidə də biz onları birləşdirsək, təbii ki, yenə smaylik alırıq. Və həmin o smalikin fırlanma istiqamətinə fikir verin. Gördüyünüz kimi, bax deyək ki, bu gözləridir, bu da ağzı tərəfdir də, düzdürmü? Bax gözlər fikir verirsinizsə aşağıya doğru gəlir. Sonra birdən fırlananda, indi həmin gözlər üçüncü şəkildə harda olmalıdır? Sol tərəfdə olmalıdır. Ağız hissəsi isə fırlanıb sağ tərəfdə olmalıdır. Buna uyğun düzgün variant götürməliyik. Bu da təbii ki, variantlar içərisində B variantına uyğun gəlir. Biz B variantını bir də saat əqrəb istiqamətində 90 dərəcə çevirsək, təbii ki, sonuncu verilmiş alınır və elə buna görə də düzgün cavabımız olur B variantı.